Əziz YouTube kanalımın izləyiciləri, bugün mən sizə rinoplastika üçün ideal yaş neçədir mövzusu haqqında danışmaq istərdim. Ən vacib meyar yaşdan çox burun inkişafının tamamlanmasıdır. Qızlarda burun inkişafı adətən 16-17 yaş, oğlanlarda isə 17-18 yaş ətrafında tamamlanır. Bu səbəbdən rinoplastikada əksər hallarda bu yaşlardan sonra planlaşdırılır. Bəs 30, 40 və ya 50 yaşında burun əməliyyatı olmaq mümkündür? Əlbəttə, əgər ümumi sağlamlıq vəziyyətiniz yaxşıdırsa və əməliyyata mane olan ciddi tibbi probleminiz yoxdursa, yaş tək başına rinoplastikaya əngəl deyil. Əgər burun əyriliyi səbəbindən nəfəs almaqda çətinlik yaşayırsınızsa, bu zaman estetik əməliyyat funksional problemlərin aradan qaldırılması ilə birlikdə də həyata keçirilə bilər. Rinoplastika üçün ən uyğun yaş burun inkişafının tamamlandığı və insanın bu qərarı şuurlu şəkildə verdiyi dövrdür. Əməliyyat qərarı verməzdən əvvəl mütləq pasiyenti müayinə etmək və uyğun planı müəyyənləşdirmək lazımdır. Və sonda videonu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın.